Və sizi maraqlandıran mövzulardan biri restoran qiymətləridir. Hal-hazırda restoranın adı Restoran Cafe Pizzera. Düz yaxşı yerdə yerləşir. Dənizin qırağında birinci liniyadır. Menyunu sizlərə göstərəm. Harasa euro ilə də qiymətlər, yəni 2-yə vuracaqsınız burada olan qiymətləri. Mariolo kafesindəyik və bura üçün ən önəmli, ən qəşəng yerlərdən biridir. Çox maraqlı restorandır bura. Və bu kafeyə gələndə təsadüfən Azərbaycanlılar da buradadır. Onları da yaxınlaşsan. Necə tutaqlar? Sağ olun qardaşım, xoş gəlmisiniz. Sağ olun, var olun. Allah razı olsun. Neçə gündür burada? 3 gündür buradayıq. 3 gün. Laf yaxşı. Xoşunuza gəlir. Gəl qonaq olun. Sağ olun, sağ olun. Azərbaycanlılar harada gördülər qonaq sağolun. Sağ olun. Allah razı olsun. Necə keçir istirahət? Xoş bəyəndiniz mi? Qəşəng, maraqlı, romantik yerdir, açığı. Qızla gəlmək İki lazımdır. dosta yaranır, amma belə romantik Biz də iki qardaş gəlmişik. İdarə eləyəcəyik. Sevginiz adı yoxdur bura? Var. Uzun qoymuşuq inşallah, yaxşı olar. Sən də? Bizdə də var ha. Gələn inşallah. İnşallah, bir şey qalmıyor. Heç nə Murat, xoş istirahət. Şərkət Bəyənirsiniz Montenegro? Maraqlıdır. Ən maraqlı. Hara məşğələ gələnlər indi olur. Gələnlər də gəmi kimi götürsünlər. Burada aparırlar gəmi şəhərlər var. Sahil yanı. Qiymətləri təxmin Hardasa 2 nəfərə 100 evro bəs eləyir yeməklə bir yer. Sabit burada da özünə iş tapdı axırı ki, gəldik Çernogoriyaya, burada da fotosesiya edir. Burada da fotosesiya edir.